Selamun Aleyküm və Rəhmətullah. Deməli, bugün mən qidalanmadan danışmaq istəyirəm. Hansı qidalanmadan? Ziyan verici qidalanmalardan. Hansı ki, bu qidalanma bizim bədənimizə şəkərdən də çox ziyandır. Yəni, bol karbohidratdan da çox ziyandır. Tez-tez rafinə olunmuş qidalarla qidalanmaqdan da ziyandır. Yəni, ziyanların ziyanıdır desək daha yaxşı olar. Bu nədir? Ara vermədən qidalanma. Çox böyük bir problemdir. Günümüzün böyük bir problemlərindən biridir. Deməli, insanoğlu yedi, qutardı. Ondan sonra, tutal məsələn, yeməyini yedi, qutardı. Sonra gətirir, şirniyyat yığır qabağına. Və yaxud da şirniyyat yığmır qabağına. Ləb-ləbi yığır qabağına. Nə bilim, meyvə yığır qabağına. Başlayır, biraz meyvədən yeyir. Biraz ləb-ləbidən yeyir. Biraz şirniyyatdan yeyir. Belə də əlinə nə düşdüsə, bəziləri cipsi də gətirir, qoyur, ondan yeyir. Yəni, axşama qədər bekarçılıq olanda simişka çıtlayır. Bu adamın axşama qədər ağzı dayanmır. Ən böyük xəstəliklərin səbəbi bax, bu tip qidalanmadır. Ki, axşama ara vermədən qidalanma. Bu, insan bədəninə o qədər çox ziyan verir ki, niyə? Bax, mən ən azı bir misal çəkim heyvanlardan. Görmüşsünüz da, mən o safari verilişlərinə baxanda mən çox görmüşəm. Görsən, ceyran, cüyür, maral, şirlərin yanında ot duyur. Gözü ilə görür şiri. Gördüyü da şir oradadır, amma bunda da burada ot duyur. Görmüşsünüz da bunu. Bu o deməkdir ki, bu maral bilir ki, o şir ac deyil, toxdur. Ona görə onun yanında rahatlıqla ot duyur. Bax, bunlar bizə hamısı bir örnəkdir. Amma insanlarda elə qrup var ki, o hiss yoxdur. Doymaq hissi yoxdur. Yəni, bu adam səhərdən axşama qədər yeyir. Bu insanlar mümkün deyil ki, sağlam olsunlar. Mümkün deyil. Çünki biz yemək yeyəndən sonra ən azı bir 2 saat, 3 saat fasilə verməliyik. Həmin fasilədə bizim yeməyimiz həzmə getməlidir. Yəni, mədə yeməyi qəbul eləməlidir. Sonra ona məddə şirəsi qarışmalıdır. Sonra onu ötürməlidir 12 barmaq bağırsağa. 12 barmaq bağırsaqda buna öd qarışmalıdır. Sonra onu ötürməlidir yoğun bağırsağa. Yoğun bağırsaqda öcə zəif, artıq orada zəif əmmə prosesi getməlidir, mübadilə getməlidir. Amma insan durmadan qidalanarsa, səhərdən axşama qədər durmadan onu yeyir, bunu yeyir, onu yeyir, bunu yeyir. Bu həzm tam pozulur. Tamam pozulur. Çünki təsəvvür edin ki, son məhsul gəlir bağırsağa çatmamış bir ara olmalıdır ki, burada son məhsul gəlir yoğun bağırsaq çatdı. Yoğun bağırsaqda bu məhsul bağırsaq şirəsinə qarışır. Bağırsaq şirəsi burada həm fermentlər hazırlayır, həm burada yanaşı olaraq vitaminlər hazırlayır. Bunu eyni zamanda bədənə ötürür. Amma mütəmadi olaraq ora kütlə gəlirsə və bu mütəmadi olaraq gələn kütlə, təzə kütlə, köhnə kütləyə qarışırsa, burada həzm getmir, burada bağırsaqlarda çürümə gedir. Bax, bu çürümə gedəndən sonra bağırsaqların əmici telləri ki var, o əmici tellər, onlar zədələnir. Onlar zədələnəndən sonra tutalım ki, bizim qida vasitələrinin içərisindən, məsələn, mineralların bir ölçüləri var, vitaminlərin bir ölçüləri var, yağların bir ölçüləri var, karbohidratların, onlar hamısı nanomikronlarla ölçülmüş bir ölçüdür ki, bunu Allah Teala bizim fitrətimiz olaraq bunu ora qoyub. Amma biz ki, o mütəmadi ara vermədən qidalanırıq, gəlir, çatır o mühtəviyə ki, həzm yox, çürümə gedir. O əmici tellərin uc hissəsinin əmən hissələri məhv olur və bu zaman normasından 15 dəfə, 20 dəfə, bəzən 100 dəfə artıq yağ hissəcikləri, karbohidrat hissəcikləri, mineral hissəcikləri keçir bizim qanımıza. Və bu bizim qanımızda böyük problemlər əmələ gətirir. Bax, bu insulin direncini qaldırır, sistem xəstəliklərinə qapatır, sürətli şəkildə piyələnməyə yol açır, daimi olaraq astenik, halsızlıq, yorğunluq kimi halların əmələ gəlməsinə, şəkər xəstəliyinin əmələ gəlməsinə, bir sıra endokrin sistem xəstəliklərinin əmələ gəlməsinə, autoimmun xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Bununla paralel, yəni ara vermədən qidalanmanla
kəsməklə paralel bir balacana da biz yeməklərimizə diqqət eləsək, məsələn, ən azı çalışın bütün yeməkləri göyərtilərlə yeyin. Göyərtilər özü həm bol antioksidantdır, həm göyərti yediyimiz yeməklərə qarışır, onun həzmini yaxşılaşdırır və həm də bol xlorofildir. Bu hansı ki, bu xlorofillər yeməyə qarışdıqdan sonra özü ilə bol oksigen daşıyır və bu oksigen bizim ən uzaq nöqtələrimizə qədər gəlib çata bilir və bizim toxumalarımızı daha yaxşı qidalandıra bilir. Ona görə də biz insanoğlu qidalanan zaman mütləq qidasına diqqət eləməlidir. Bax, örnək biz həmişə kimi götürməliyik? Biz müsəlman ümumiyyətlə örnək olaraq həmişə idealı olmalıdır bizim Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Bəzən görürsən ki, müsəlman deyir, mən nə bilim, nişin götürürəm, o birisi deyir, mən falan kəsi götürürəm. Qardaşım, biz Peyğəmbərimiz var, hər şeydə bizə örnəkdir. İstər sağlamlıqda, istər qidalanmada, istər əxlaqda, istər dinini yaşamaqda, hər bir şeydə o bizə bir örnəkdir. Ona görə də elə mən müalicələrimdə də, qidamda da, hamısında onun həyat tərzinə özümü uyğunlaşdırmışam, ona uyğunlaşdırmada çalışıram. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, qidalanan zaman mədənizi 3 hissəyə bölün. Birini suya saxlayın, birini yeməyə saxlayın, birini də havaya saxlayın. Sonra nə deyir? Deyir ki, mən xristian ölkələrinin birinə dəvət üçün məktub göndərdim. Və bu xristian deyir, hakim mənim xətrimə dəyməmək üçün mənə bir həkim göndərdi. Həkim belə bir pay kimi göndərib ki, qoy sən ümmətimi müalicə eləsin. Deyir, o həkim gəldi, uzun müddət Mədinə küçələrində dolaşdı və bir müddətdən sonra gəldi Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin yanına. Dedi ki, icazə ver, mən gedim öz vətənimə. Peyğəmbərimiz buyurdu ki, niyə? Deyir, çünki burada xəstə yoxdur. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm birisinə deyir, gözəl cavab verir. Deyir, ona görə burada xəstə yoxdur ki, mənim ümmətimin insanları azmamış yeməzlər. Aclıqdan sonra yeyərlər. Və doymamış da yeməkdən durarlar. Və o arada heç də yeməzlər. Təsəvvür eləyin, ən ideal qidalanma düsturunu verir bizə. Bundan o yana qidalanma düsturu yoxdur. Yəni biz bunu örnək götürməliyik. O tıxa kimi yemək bəyənilmir. Yəni İslamda da bəyənilmir. Sağlamlıq cəhətdən də bəyənilmir. Və yaxud da ki, doymama hissi ilə qidalanma o da ümumiyyətlə bəyənilmir. Və o da bir sıra xəstəliklərə gətirir çıxardı. Mən hansı ki, onların hamısını bir saydım və sizin də nəzərinizə çatdırdım. Ona görə də hər bir şeyin ölçüsündə olması insan üçün faydalıdır. Qidalanmanın da ölçüsü bax bu şəkildə olmalıdır inşallah. Çalışın, sağlam olun. Biz də içində amin. Selamun aleyküm və rəhmətullah.